Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Salam əziz dostlar, əziz möminlər. Hər birinizi xoş gördük. Quran-ı Kərimin təfsirinə biz başladıq və bir neçə mövzunu Quran-ı Kərimin əhəmiyyəti, fəziləti haqqında ayələrə və hədislərə müraciət edərək siz əzizlərlə bölüşdük. Və bu mövzunu Allahın izni ilə bugün mən bitirəcəm. Növbəti dərsimizdə artıq keçid alacağım Fatihə surəsinin təfsirinə. Yadınızdadırsa biz söylədik ki, Quran-ı Kərim ayələrə əsasən Allahın ən ağır əmanəti hesab olunur. Ki, hətta ayədə buyuruldu ki, əgər biz Quranı dağa indirsəydik, dağ onu götürə bilməzdi, paramparça olardı. Bu haqda geniş, müfəssəl şəkildə danışdıq, amma mövzumuz silsiləvari olaraq bura gəldi, çatdı ki, biz əmanət haqqında danışdıq keçən dərsdə. Mən istəyərdim bu mövzunu bugün bitirəm. Çünki ardı var bu mövzunun ki, əmanət dedikdə nə nəzərdə tutulur, bu haqda danışdım, izahlar verdim, bir neçə qeydlər. Amma bu mövzunun davamını yenə söyləyəcəm. Dedik ki, amma nə üçün bu məsələ Quran əmanət deyə Quran-ı Kərimdə yad edilir? Çünki bir halda ki, bizim bütün varlığımız elə əmanətdir. Hər şeyimiz Allahın əmanətidir, nəyə sahibiksə. Bunu dedik ki, bugünkü dərsimizdə söyləyəcəyimiz bir mövzudur. Keçən dərsdə bunu vaxtımız çatmadı söyləyək. Buna keçid alıram ki, bəs nə üçün sırf Allah Quranı əmanət olaraq qeyd eləyir? Bu nəyi bildirir? Nə üçün Mütəal Allah Qurana xüsusi bir əmanət olaraq ayədə yanaşır? Deməli, əvvəla bu insanlara verilən böyük bir imtiyazdır, bir dəyərdir, rütbədir. Yəni, insana verilən imtiyaza, rütbəyə görədir ki, Allah deyir ki, biz o əmanəti insana verdik. İnsanın imtiyaz və rütbəsinə görədir. Yoxsa digər nemətlər də elə Allahın nemətləridir, göz, qulaq, əl, əyaq. Amma Qurana nisbətdə o əmanətlər daha az əhəmiyyət daşıyır. Quran daha çox geniş bir mənanı, məfhumu, dəyəri özündə ehtiva edir. Ona görə Quran xüsusilə insana yad edilmiş bir əmanətdir. Diqqət edin, əziz möminlər, burada bu əmanəti başqa sözlə də ifadə etmək olar, bəyan eləmək olar. İlahi əmanət dedikdə öhdəlik və məsuliyyət qəbul etmək nəzərdə də tutulur. Yəni, ilahi əmanət dedikdə bir öhdəlik, bir əmanət qəbullanmaq nəzərdə tutulur. Yəni, biz bir mənada bu əmanəti
bu əmanəti, ilahi əmanəti, ağır əmanəti öz öhdəçiliyimizlə və məsuliyyətliyimizlə qəbullanmışıq. Yəni Allah Teala bizə bu seçimi, bu ixtiyarı verib və biz belə bir öhdəçiliyi, belə bir əmanəti öz öhdəmizə götürmüşük. Biz dedik ki, bəzi ayələrə əsasən yer və göylərin də bir mənada varlıq aləminin də Allah onlara ağıl və şuur bəxş edib və sonra onlara bu əmanəti daşımağı Allah Teala təklif edir. Baxın, mütəal Allah ayədə buyurur ki, bu əmanəti göylərə və yerə təklif etmək ki, biz deyir, biz bu əmanəti yerə və göylərə təklif elədik, imtina elədilər. Sual budur ki, bu əmanəti göylərə və yerə təklif etmək dedikdə nə nəzərdə tutulur? Yəni bu təklif, bu əmanət, yəni daha doğrusu bu təklif nədir, hansı təklifdir? Bir neçə sualı da yenə ünvanlayacağam ki, Allah onlara müəyyən mənada ağıl və şuur bəxş edib, sonra bu əmanəti daşımağı onlara təklif mi etdi? Yəni Allah onlara müəyyən bir ağıl, şuur mu bəxş edib, sonra onlara bu təklifi, yəni o öhdəçiliyi, Quranın qəbul olunması, o əmanəti, ağır əmanəti öz öhdələrinə götürməyi təklif elədi? Sual, təklif etmək dedikdə müqayisə etməkmi nəzərdə tutulur? Bir sual da bu. Yəni bunlar həqiqətən çox incə bir məsələlərdir. Amma müfəssirlər bunların hər birinə bir izah gətirir. Baxın, yəni bu əmanət onların istedadı ilə müqayisə olunduqda, onlar öz istedadları ilə onu qəbul etməyə layiq olmadıqlarını bilirdilər. Baxın, bəli, müəyyən həddə yer və göylərin, təbiət aləminin bir qabiliyyəti var, bir şuuru var, bir dərk etməsi var. Çünki ayələrdə deyir, yer və göylər Allahı zikr eləyir. Amma insanla müqayisəyə gəldikdə, təbii ki, insanın bu əmanəti öz öhdəsinə götürmək qabiliyyəti, istedadı onlardan daha fövqündədir, onlardan daha üstündür. Yəni, insandır ki, belə bir ağır əmanətə sahiblənə bilir, öz mənəvi istedadlarına uyğun olaraq, əqlinə uyğun olaraq, Allahın ona bəxş etdiyi özəlliklərə uyğun olaraq. Və ikinci məna daha məqsədə uyğundur ki, göylər və yer, dağlar bir mənada bir zəban halı ilə, bir acizlikləri ilə Allahın huzurunda söylədilər ki, bizim gücümüz çatmır bu ağır əmanəti, bu təklifi öz öhdəmizə götürək. Yəni, yoxsa onlar, belə deyim, təkəbbürçülükdən, itaətsizlikdən irəli gələn bir şey deyil ki, imtina etsinlər. Buna da toxunmuşdum. Yəni, onlar bir mənada bu əmanəti bizim gücümüz xaricindədir deməklə o əmanəti imtina etdilər. O təklifdən boyun qaçırdılar. Fəryad etdilər. Bəli. Burada üçüncü sualın cavabı da aydın olur ki, bu varlıqlar məlum böyük əmanəti daşımaqdan niyə və necə boyun qaçırtdılar? Yəni, məlum olur ki, onlar ki, bu ağır əmanətdən imtina elədilər, boyun qaçırdılar, bu özü özlüyündə bir hörmət ifadə edən bir qorxudur.
Yəni onlar əslində Allaha olan hörmətlərini, öz təvazökarlıqlarını ifadə edirdilər. Bəli, buradan insanın bu ilahi əmanəti necə daşıması da məlum olur ki, insan necə bir əzəmətli varlıqdır ki, insan belə bir ağır təklifi öz öhdəsinə götürür, bu əmanətə sahiblənir. Çünki insan elə yaradılıbdır ki, Allah insanı elə yaradıbdır ki, öhdəlik və məsuliyyət ilahi vilayəti qəbul edə bilir. Yəni insan öhdəçiliyi, məsuliyyəti və ilahi vilayəti qəbul edə bilir. Onun ruhuna adekvatdır. Onun ruhuna biçilmiş bir halıdır. Yəni insan ona görə Quranı bütövlükdə qəbul edə bilir. İnsan dedikdə, yəni təbii ki, Quranın qəbul edən ali varlıq, dahi bir şəxsiyyət, kamil varlıq peyğəmbəri biz nəzərdə tuturuq və insan da əgər bu ayələrə qəlbini açırsa, öz həyatında tətbiq eləyirsə, bir mənada bu ayələri öz həyatında, öz ruhuna uyğun olaraq həyata keçirilir. Bəli, bəndəlik və kamillik yolunda əbədi məbuda doğru gedə bilər insan. Yəni bu ağır əmanəti qəbul etməklə, ona sahiblənməklə insan bu bəndəçilikdə zirvəni qət edə bilər. Kamal yoluna çata bilər, kamil bəndə ola bilər. Öz məbuduna layiqli bəndəçilik edə bilər. Quranı qəbul etməklə. Və təbii ki, insan bu yolu öz əyağı ilə, öz ixtiyarı ilə, öz azadçılığı ilə, təbii ki, Rəbbinin yardımı ilə bu yolu qət edə bilir, bu yolu gedə bilir. Mən bəzi məsələləri də hədislərlə istəyərəm əmanət haqqında söylənilən mövzulara toxunum və mövzumuzu yavaş-yavaş bitirim. Əhl-i Beyt yolu ilə bizə gəlib çatan çox saylı rəvayətlərdə bu ilahi əmanətə sahiblənmək, bu ilahi əmanət dedikdə nə nəzərdə tutulur? Hədislər bizə açıq-aşkar bəyan eləyir ki, bu deyilən əmanət İmam Əlinin vilayəti və onun övladlarının vilayəti nəzərdə tutulur. Yəni, hədislər bunu təsdiqləyir ki, bu ilahi əmanət dedikdə Həzrət Əmir əl-Möminin vilayəti, imaməti və onun övladlarının vilayəti nəzərdə tutulur. Ki, peyğəmbərlərin və imamların vilayəti ümumi ilahi vilayətin güclü bir şüasıdır. Baxın, Allah bir dənə düzəm yaradıb ki, ilahi bir proqram töküb ki, o ilahi düzəmin, proqramın bariz nümunəsi əziz peyğəmbərimiz və onun əhl-i beytidir, yəni məsum imamlardır. Onlar bu ilahi əmanətdir ki, hədislərdə də indi mən işarə eləyəcəm bunlara, ilahi övliyaların vilayətini qəbul etmədən bəndəlik məqamına çatmaq və yaxud təkamül yolunu keçmək qeyri-mümkündür. Yəni, biz bu ilahi övliyaların o ağır əmanəti qəbullanmadan, o təklifi öhdəçiliyimizə götürmədən, boynumuza götürmədən, təbii ki, bəndəlik məqamında bir yerə çatmaq, təkamülə çatmaq qeyri-mümkündür. Yəni, bəndəçiliyin yolu, kamalın yolu onları sevmək, onların itaətində olmaq, onların vilayətində olmaqdır. İmam Rıza əleyhissalam o ki, ilahi əmanət haqqında ayə oxuduq, bu ayəni təfsir eləyir İmam Rıza əleyhissalam. Bir hədisdə, rəvayətdə gəlir İmam Rıza əleyhissalamdan buyurur ki, əl-əmanətul vilayətu. O ki, əmanət deyilir, o əmanət bizim vilayətimizdir. O əmanətdən məqsəd bizim
məhəbbətimizdir, bizim vilayətimizdir, bizim itaətimizdir. Buyurur ki, məni də'a bi qeyri haqqın kəfər. Deyir ki, kim nahaqdan əksini iddia etsə, müsəlmanların zümrəsindən çıxar. Əgər kimsə iddia eləyə ki, o ağır əmanət bizim vilayətimiz, imamətimiz, məhəbbətimiz deyil, o müsəlmanların zümrəsindən xaric olar, yəni kafir olar, haqqın üstün örtər, gizlədər. Və İmam Sadiq əleyhissalamdan da nəql olunan bir hədisdə oxuyuruq ki, imam buyurur, İmennu əmanət ayəsi haqqında. O ayəni təfsir eləyir, soruşurlar o ayə haqqında ki, burada məqsəd ayədə əmanət nədir? İmam Sadiq ağa buyurur ki, əl-əmanətul vilayətu. Əmanət dedikdə bizim vilayətimizdir. Əmanət vilayətdir. Vəl-insanu huvə əbu şururil münafiq. Buyurur ki, zalim və cahil olaraq vəsf olunan insan isə, axı ayədə deyir, insan çox zalimdir və cahildir. O ki, ayədə vəsf eləyir insanı cahil olaraq vəsf olunan insan isə, Həzrət buyurur ki, o vəsf olunan zalim və cahil insan isə çox günah edən və münafiqdir. O insan ki, çox günah eləyir, Allahın huzurunda həddi aşır, Allahın hüquqlarını taftalayır, bəndəçilikdən xaric olur. O insan, Həzrəti İmam Sadiq ağa buyurur ki, münafiqdir. Baxın, burada bir sual qalır ki, insanın zalim və cahil olması dedikdə nə nəzərdə tutulur? O ki, ayədə deyir, axı, insan zalimdir və cahildir. Burada nə nəzərdə tutulur? Baxın, insanın məzəmmət və qınaq ifadə edən bu iki sifətlə vəsf olunması insanın yoxsa əmanəti qəbul etməməsinə görədir, yoxsa başqa bir məsələ yatır burada. O ki, insan, məsələn, o əmanəti qəbul eləmədi, ona görəmi insan elə zalim və cahil olaraq qınanılır, məzəmmət olunur. Yoxsa başqa bir məsələ var. Baxın, şübhəsiz ki, bu sualın cavabı mənfidir. Çünki bu əmanəti qəbul etmək insan üçün ən böyük imtiyaz və iftixardır. Yəni, insan ki, o əmanəti ilahi əmanət dedikdə, yəni Qur'anı qəbul etməsi insanın bir imtiyazıdır, bir iftixarıdır. İnsan elə onunla fəxr eləyir. Və necə ola bilər ki, belə böyük bir məqamı qəbul etdiyi üçün insan Allahın ayəsində, Allahın dili ilə qınanılsın, məzəmmət olunsun? Təbii ki, bu əsla mümkün deyil. Ki, insan ki, o əmanətə, o ilahi əmanətə sahiblənə, mütəal Allah onun üçün belə bir imtiyazlı, iftixarlı bir işinə görə mütəal Allah onu məzəmmət eləməz. Bəs nə üçün Allah deyir, insan zalimdir və cahildir? Baxın, bu vəsflər mümkündür ki, əksər insanların unutqanlıqlarına görə olsun. Və yaxud özünə zülm etməsinə görə olsun, günahlarına görə olsun, öz qədir və məqamını bilməməsinə görə olsun ki, insan hey günah üstündən günah eləyir, o həqiqi kimliyini unudur, o Allahla bağladığı əhd-peymanı sındırdığına görə, yəni etdiyi günahlara görə. Ki, buna bariz nümunə ki, Allah Teala Ərəf surəsinin 23-cü ayəsində buyurur ki, qalə Rəbbənə zələmnə ənfusənə. Deyir, onlar dedi, ey Rəbbimiz, biz özümüzə zülm etdik. Və in ləm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz ziyana uğrayanlardan olacağıq. Onlar belə dedilər. Yəni, insan
özünə zülm etdikcə, öz həva həvəsinə əsir olduqca, öz şəhvani meyllərinə itaət etdikcə, ağlını həbs elədikcə, öz fitrətinin ziddinə iş gördükcə artıq insan Mütəal Allahın ayələrində bu cür məzəmmət olunur. O çox zalimdir və cahildir. Diqqət elədiniz? Buna əsasən o ayədə Mütəal Allah buyurur ki, bir səbəbi budur ki, o çox zalim və cahildir. Bəs insan etiraf etməlidir ki, zahirdə kiçik və zəif olan insan yaradılış aləminin müstəsna bir varlığıdır. Yəni insan özünə baxanda, öz boynuna götürdüyü təklifə baxanda, öhdəçiliyinə baxanda, insan baxır ki, zahirdə kiçik bir varlıq görünsə də, amma yaranış aləminin fövqəladə bir məxluqudur insan ki, belə bir öhdəçiliyə sahibdir, belə bir təklifi öz boynuna götürüb. Belə ki, göylərin və yerin daşımaqda aciz qaldığı bu ilahi əmanəti insan öz çiyninə götürüb, öz öhdəsinə götürüb. Amma insan gərək öz məqam və rütbəsindən qəflət eləməsin ki, necə bir əmanətə sahiblənib, necə bir təklifi öz öhdəsinə götürüb, necə bir mükəlləfdir. Bu bizim əmanət haqqında söylədiyimiz ayələrə izah idi. Amma mən bir hədisi də söyləyim ki, biz dedik ki, əziz Peyğəmbərimizdən hədis də var ki, Peyğəmbərimiz buyurur ki, Həccül Vidadan qaydanda, sonuncu həccindən ki, mən sizin aranızda 2 ağır əmanət qoyuram. Biri Allahın kitabıdır və o ikinci ağır əmanət isə mənim əhl-i beytimdir. Əgər Qurandan yapışsaz, əhl-i beytdən əlinizi çəksəz, uzaq düşsəz, yolunuzu azacaqsınız, zəlalətə düşəcəksiniz. Yox, əgər əhl-i beytdən yapışıb Qurandan əlinizi üssəz, yenə də zəlalətdə olacaqsınız, uçurumda olacaqsınız, yolunuzu azacaqsınız. Yəni bu 2 ağır əmanət, Quran və əhl-i beyt, ikisi bir-birini tamamlayır. Çünki biz deyirik, yaxın Quran və sünnə. Ona görə bu 2 ağır əmanət bizim həyatımızın ayrılmaz bir hissəsidir. Əgər istəyiriksə, həqiqi əmanətə Allahın bizim üçün təklif etdiyi, boynumuza qoyduğu bu ağır əmanətə sədaqətli olaq, vəfalı olaq, gərək Quran və əhl-i beytdən bu 2 ağır əmanətdən möhkəm yapışaq. Bizim bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərs görüşmək üzrə. Sağ olun, Allah'a əmanət.